Alimlər dərini birbaşa yara üzərində çap edirlər. Təsəvvür eləyin, bir insanda ciddi yanıq, dərin yara var və ənənəvi dəri köçürülməsi əvəzinə həkimlər sadəcə zədələnmiş nahiyədə yeni dəri çap edirlər. Bəli, bu artıq fantastika deyil. Alimlər sözün əsl mənasında yaranın üzərində yeni canlı hüceyrə qatlarını çəkən unikal bioprinter hazırlayıblar. Üstəlik, burada xəstənin öz hüceyrələri istifadə olunur ki, dəri daha yaxşı uyğunlaşsın və sağalma daha sürətli getsin. Bəs bu necə işləyir? Printer biomürəkkəb, dəri hüceyrələrinin və qida maddələrinin qarışığını tətbiq edir. Adi 3D çapda olduğu kimi qat-qat dəri quruluşunu yenidən yaradır. Epidermisdən dermaya qədər. Əsas üstünlük yalnız sağalmanın sürətində deyil, həm də orqanizmin toxumanı qəbul etməməsi və infeksiya riskinin azalmasındadır. Bu üsul ağır yanıq və çətin yaralar üçün idealdır. Hazırda texnologiya klinik sınaqlardan keçir və əgər hər şey plana uyğun getsə, gələcəkdə həkimlər dərini birbaşa əməliyyat otağında çap edə biləcəklər. Gələcəyin texnologiyaları düşündüyümüzdən daha sürətli gəlir. Razısınız? Abunə olun. Burada maraqlı xəbərlər var.